Книга «Секрет», часть 31. Создайте свой день заранее. Yaradın öz gününüzü əvvəlcədən. Вы можете использовать закон притяжения, чтобы сотворить свою будущую жизнь уже сейчас, вплоть до следующего события сегодня. Вы можете использовать, siz istifadə edə bilərsiniz, закон притяжения, cazibə qanunu, чтобы сотворить, yaratmaq üçün свою будущую жизнь, öz gələcək həyatınızı уже сейчас, artıq indi, yəni indidən, вплоть до следующего события сегодня. Вплоть da, hansı vaxta can deməkdir. Mən düşünürəm ki, burada следующий növbəti deməkdir. Mən düşünürəm burada последнего olmalıdır. Вплоть до последнего события сегодня. Yəni bugünün ən axırıncı, yəni axırıncı hadisəsinə qədər siz bunu yarada bilərsiniz. Yəni burada последнего olsa daha uyğun gəlir. Следующий çünki növbəti deməkdir. Прентис Малфорд, великий наставник, чьи книги рассказывают о законе притяжения и способах его использования, демонстрирует, как вам продумывать свой будущий день заранее. Burada snow yenə də burada səhvdir. Səhv gedib yazıda. Mən bu kitabı screen edirəm ekrandan. Ona görə yəni bu səhvləri karşımıza çıxdıqca sizə deyirəm. Prentice Malford, великий наставник, dahi öğüt göstərən, yol göstərən, чьи книги, kiminki kitabları рассказывают о законе притяжения, cazibə qanunu haqqında danışır, yəni məlumat verir, yəni kimin kitabları, и способах его использования və onu istifadə etmək yolları haqqında, yəni danışır, демонстрирует, nümayiş etdirir, как вам продумывать свой будущий день заранее. Necə sizə düşünmək lazımdır, yəni продумывать, yəni etap-etap bir-birinin arxasınca düşünmək lazımdır öz gələcək gününüzü əvvəlcədən. Когда вы говорите себе «я собираюсь совершить приятный визит и приятную прогулку», вы буквально посылаете впереди вашего тела стихии и силы, способные устроить так, чтобы ваш визит или прогулка действительно оказались приятными. Когда вы говорите себе, haçan ki siz özünüzə deyirsiniz, я собираюсь совершить, mən hazırlaşıram etməyə, приятный vizit, xoş bir ziyarət, или приятную прогулку və ya da xoş bir gəzinti, вы bukvalno посылаете, siz rəsmən, hərfən göndərirsiniz впереди вашего tela, bədəninizdən də əvvələ, yəni öncəyə göndərirsiniz стихии и силы, hadisələri və gücləri способные устроить так, hansılar ki ona malikdirlər ki, yəni düzülsünlər bu cür, чтобы ваш vizit, ona görə ki sizin ziyarətiniz или прогулка və yaxud da gəzintiniz действительно оказались приятными, həqiqətən də xoş olsunlar. Когда перед визитом, прогулкой или походом по магазинам вы находитесь в дурном настроении или опасаетесь каких-либо неприятностей, вы посылаете перед собой агентов, которые устроят вам какую-нибудь пакость. Когда перед визитом, прогулкой или походом по магазинам, haçan ki ziyarətdən əvvəl, gəzintidən əvvəl və ya mağazinlərə gəzməkdən əvvəl, вы находитесь в дурном настроении, yəni pis bir əhval-ruhiyyədə olursunuz, или опасаетесь каких-либо неприятностей və yaxud da siz ehtiyat edirsiniz hər hansı bir xoşa gəlməzliklərdən, вы посылаете перед собой агентов.
Siz özünüzdən əvvələ agentlər ötürürsünüz, buraxırsınız, которые устроят вам какую-нибудь пакость. Hansılar ki, sizin üçün pakost hansısa pis bir hadisələrdir, pisliklərdir. Onları sizin üçün yaradırlar. Yəni quraşdırırlar artıq qarşıda. Наша мысль или иными словами наше состояние ума всегда работает заблаговременно, планируя плохое или хорошее. Наша мысль или иными словами bizim düşüncəmiz və yaxud da başqa sözlərlə yəni desək, наше состояние ума bizim ağlımızın vəziyyəti всегда работает, həmişə işləyir, заблаговременно, əvvəlcədən, планируя, yəni əvvəlcədən planlaşdıraraq, плохое или хорошее, yaxşı və yaxud da pisi. Прентис Малфорд написал эти слова в 70-х годах XIX века. Prentice yazıb эти слова, bu sözləri в 70-х годах XIX века, 19-cu əsrin 70-ci illərində. Он настоящий первооткрыватель. O əsl, ilk açılış edəndir. Теперь вы ясно понимаете, насколько важно продумать заранее каждое событие каждого дня. Теперь вы, indi siz ясно понимаете, çox aydın şəkildə başa düşürsünüz, насколько важно, nə qədər vacibdir, продумать заранее, əvvəlcədən düşünmək, каждое событие, hər hadisəsini, каждого дня, hər günün. Несомненно, вы уже испытывали в жизни противоположные ситуации, когда ничто не продумано. Nесомненно, şübhəsiz ki, вы уже испытывали в жизни, siz artıq həyatda bunu sınaqdan keçirtmisiniz, yəni yaşamısınız bunu, противоположные ситуации, bir-birinin əksi olan situasiyaları, когда ничто не продумано, haçan ki heç bir şey düşünülməmişdi. Одним из проявлений этого является необходимость бежать и спешить. Qaçmaq və tələsmək zərurəti bu təzahürlərdən biri kimi göstərilə bilər, yəni sayılır, biri kimi sayılır və yaxud da ki biridir. Если вы бежите и торопитесь, знайте, что ваши мысли и действия основаны на страхе, боязни опоздать, и вы планируете препятствия на вашем пути. Если вы bежите и торопитесь, əgər siz qaçırsınız və tələsirsinizsə, знайте, что, bilin ki, ваши мысли, sizin düşüncələriniz, и действия və hərəkətləriniz основаны, əsaslanıb, на страхе, qorxuda əsaslanıb, yəni боязни опоздать, yəni gecikmə qorxusunda. И вы планируете və siz planlayırsınız препятствия, əngəlləri на вашем пути, öz yolunuzda. Planировать dırnaq içindədir, yəni dırnaq arasında siz bunu planlayırsınız, özünüz də bilmədən. Если вы продолжаете спешить, вы притягиваете к себе одну неприятность за другой. Если вы продолжаете спешить, əgər siz davam edirsiniz tələsməyə, вы притягиваете, siz çəkirsiniz к себе, özünüzə одну неприятность за другой. Bir xoşagəlməzliyi digərinin ardınca. Кроме того, закон притяжения запланирует на будущее еще больше обстоятельств, которые заставят вас торопиться. Кроме того, bundan başqa, закон притяжения, cazibə qanunu запланирует, planlayacaq və yaxud da на будущее, gələcək üçün еще больше обстоятельств, daha çox hadisələri, которые заставят вас торопиться, hansılar ki sizi tələsməyə məcbur edəcək.
Вам нужно остановиться и сойти с этой частоты. Sizə lazımdır dayanmaq və bu tezlikdən çıxmaq. Выберите несколько минут и измените себя, если не хотите притянуть на свою голову новые неприятности. Выберите несколько минut, bir neçə dəqiqə seçin и измените себя və özünüzü dəyişin. Если не хотите притянуть, əgər istəmirsinizsə çəkmək на свою голову, öz başınıza новые неприятности, yeni xoşagəlməzlikləri. Многие люди, особенно в западном обществе, гонятся за временем и жалуются, что им не хватает времени. Многие люди, çox insanlar, особенно в западном обществе, xüsusilə də qərb cəmiyyətində, гонятся за временем, vaxt alınca qaçırlar, и жалуются və şikayət edirlər ki, им не хватает времени, onlara vaxt çatmır. Раз они так говорят, у них действительно его не будет по закону притяжения. Раз они так говорят, bir halda ki onlar belə deyirlər, у них действительно, onlarda həqiqətən də его не будет, o olmayacaq, yəni vaxt olmayacaq по закону притяжения, cazibə qanununa görə. Если вы загнали себя в порочный круг мыслями о недостатке времени, прямо сейчас заявите с воодушевлением. Если вы загнали себя, əgər siz özünüzü qovub salmısınızsa, в порочный kruq, səhv çıxılmaz bir döngəyə salmısınızsa özünüzü, мыслями о недостатке времени, vaxtın çatmamağı barəsində olan düşüncələrlə, прямо сейчас, elə indi, заявите с воодушевлением. Bildirin, yəni elan verin, bildirin, çox belə ruhla, ilhamlı şəkildə, şövqlə. Времени у меня предостаточно. И измените свою жизнь. Vaxt məndə предостаточно, yəni həddindən artıq, yəni çoxdur mənasında. Yəni hədsiz dərəcədə kifayət dərəcəsindədir məndə vaxt. И измените свою жизнь. Və öz həyatınızı dəyişin. Вы также можете использовать ожидание как время силы, чтобы создавать свою будущую жизнь. Вы также можете использовать, siz eləcə də istifadə edə bilərsiniz, ожидание как время силы, istifadə edə bilərsiniz gözləməni как время силы, gücün vaxtı kimi. Когда в следующий раз вам придется что-нибудь ждать, потратьте это время с пользой. Когда в следующий раз, haçanki növbəti dəfə вам придется, sizə lazım olacaq чего-нибудь ждать, nəysə gözləmək, потратьте это время, bu vaxtı xərcləyin с пользой. Xeyirlə, yəni sizin üçün xeyirli şəkildə bunu, faydalı şəkildə xərcləyin. Представляйте, что вы обладаете всем, чего хотите. Təsəvvür edin ki, siz istədiyiniz hər şeyə sahibsiniz. Сделайте каждую жизненную ситуацию позитивной. Edin hər həyatı situasiyanı pozitiv edin. Выработайте у себя ежедневную привычку предопределять каждое событие будущей жизни с помощью ваших мыслей. Выработайте у себя, özünüzdə təkmilləşdirin ежедневную привычку, gündəlik привычка, vərdişi, предопределять каждое событие, hər hadisəni müəyyənləşdirmə vərdişini, будущей жизни, gələcək həyatınızın с помощью ваших мыслей, öz düşüncələrinizin köməkliyi ilə. Посылайте впереди себя силой Вселенной, что бы вы ни делали и куда бы ни шли. Посылайте впереди себя, özünüzdən əvvəldə göndərin силой Вселенной, kainatın güclərini, что бы вы ни делали и куда бы ни шли. Nə edirsiniz, edin, hara gedirsinizsə gedin. Продумывайте заранее, каким бы вы хотели видеть то или иное событие.
Продумывайте заранее, əvvəlcədən düşünün, каким бы вы хотели видеть, necə siz görmək istəyərdiniz, то или иное событие, bu veya digər bir hadisəni. Тогда вы будете сознательно tворить свою жизнь. Onda siz şuurlu şəkildə öz həyatınızı yaratmış olacaqsınız. Запомните тайну. Sirri yadınızda saxlayın. Как джин из сказки про Аладдина закон притяжения принимает к исполнению каждое ваше желание. Как джin из сказки про Аладдина, Аладдин haqqındakı nağıldakı cin kimi закон притяжения, cazibə qanunu принимает к исполнению каждое ваше желание. Qəbul edir, qəbul edir onu həyata keçirməyə sizin hər bir arzunuzu. Процесс творения помогает вам создать то, чего вы хотите, всего за 3 простых шага. Попросить, поверить и принять. Процесс творения, yaratma prosesi помогает вам создать то, чего вы хотите. Sizə kömək edir yaratmağa, siz nəyi istəyirsiniz, всего за 3 простых шага. Cəmi cümlətanı 3 sadə addımla. Попросить, поверить и принять. Xahiş etmək, istəmək, inanmaq və qəbul etmək. Попросить Вселенную о том, чего вы хотите. Это ваша возможность понять, чего же вы хотите. Попросить Вселенную о том, чего вы хотите. Kainattan xahiş etmək onu ki, nəyi siz istəyirsiniz. Это ваша возможность понять. Bu sizin başa düşmək imkanınızdır. Чего же вы хотите? Nə istədiyiniz barədə. Когда вы прояснили это для себя, вы попросили. Haçan ki siz bunu özünüz üçün aydınlaştırdınız, siz artıq istəmiş oldunuz. Поверить означает начать действовать, говорить и думать так, будто вы уже получили то, о чем просили. Поверить означает начать действовать, говорить и думать так. İnanmaq bildirir nəyi? Hərəkət etməyə başlamağı, danışmağa və düşünməyə başlamağı o cür ki, будто вы уже получили то, о чем просили. Sanki siz artıq almışsınız onu, nəyi xahiş etmişdiniz. Когда вы излучаете эту частоту, haçan ki siz bu tezliyi yayırsanız, закон притяжения, cazibə qanunu приводит в движение людей, hərəkətə gətirir insanları, события, hadisələri и обстоятельства, bu da hadisə kimi tərcümə olunur, чтобы вы достигли желаемого. Ondan ötürü ki, siz istədiyinizə çatasınız. Принять означает почувствовать то, что вы будете чувствовать, когда ваше желание исполнится. Принять означает, qəbul etmək onu bildirir, почувствовать то, что вы будете чувствовать, onu hiss eləmək ki, siz nə hiss edəcəksiniz, когда ваше желание исполнится, haçan ki sizin arzunuz yerinə yetəcək. Хорошее настроение настраивает вас на частоту желаемого. Yaxşı əhval-ruhiyyə настраивает, köklüyür sizi на частоту желаемого, arzu olunanın tezliyinə. Чтобы снизить вес, çəkinizi azaltmaq üçün не фокусируйтесь на потере веса или похудении. Çəki atmağa və yaxud da arıqlamağa fokuslanmayın. Вместо этого, bunun yerinə сосредоточьтесь на представлении о вашем оптимальном весе. Köklüyün bütün fikrinizi, özünüzün ən ideal olan çəkinizi təsəvvüründə. Ощутите свой вес как идеальный, и вы притянете это к себе. Öz çəkinizi ideal olaraq hiss edin və siz bunu özünüzə çəkəcəksiniz. Вселенной не требуется время. Kainata vaxt lazım deyil, чтобы реализовать ваше желание. Sizin arzunuzu reallaşdırmaq üçün. Материализовать $1 000 000 так же просто, как и один.
milyon dolları reallaşdırmaq, 1 dolları reallaşdırmaq kimi sadədir. Начните с чего-нибудь небольшого. Nəsə kiçik bir şeydən başlayın. Например, misal üçün, с чашки кофе или место для парковки. Bir fincan kofedən və yaxud da maşını park etmək üçün yerdən. Это простой способ увидеть закон притяжения в действии. Bu, cazibə qanunu hərəkətdə görməyin sadə bir yoludur. Сильно пожелайте притянуть что-нибудь маленькое. Güclü şəkildə arzulayın nəsə kiçik bir şeyi çəkməyi. Когда вы почувствуете свою силу, haçan ki siz öz gücünüzü hiss edəcəksiniz, вы сможете притягивать, siz çəkə biləcəksiniz и более значительные вещи, daha böyük şeyləri. Создайте свой день заранее. Öz gününüzü əvvəlcədən yaradın. Продумайте, düşünün, каким вы хотите его видеть. Siz onu necə görmək istəyirsiniz? Yəni öz gününüzü. И вы начнете, və siz başlayacaqsınız сознательно творить свою жизнь. Şuurlu şəkildə öz həyatınızı yaratmağı.